İnsanın daxilində bir rəb mexanizmi var. Hansı ki o mexanizm işə düşdükdən sonra həyatınızda müsbət proseslər dönməyə başlayır. Yəni həyatınızda baş verən bütün mənfiliklərin səbəbkarı əslində başqaları deyil. Pulunuz yoxdursa, əgər hər hansı bir biznes qurmaq istəyirsinizsə və heç sürə qura bilmirsinizsə və yaxud da daim sizi uğursuzluqlar müşahidə eləyirsə, bütün bu proseslərin səbəbi sizin daxilinizdə olan rəb mexanizminin işə düşməməsindəndir. Yəni rəb mexanizmi işə düşdükdən sonra artıq həyatınızda baş verən bütün proseslər müsbətə doğru yönələcək. Mənfilər sizi tərk etmiş olacaq. Bəs rəb mexanizmini necə işə sala bilərik biz? Bunu yalnız bizim seanslarımızda və öz daxilinin fərqində olmaqla etmək mümkündür. Bu bir mexanizmdir. Hətta Quran və İncildə belə bu mexanizm haqqında ayələr var. Sizdən ruh haqqında soruşsalar, deyin ki, o Rəbbin əmrindədir. Məhz rəb mexanizminin fərqində olanlar artıq həyatlarında müsbət dönüşlər əldə etməyə başlayacaqlar. Siz də həyatınızda müsbət dönüşlər yaratmaq istəyirsinizsə, mütləq seanslarımıza qoşulun.